Uşağa çox oyuncaq almağın həm psixoloji, həm də tərbiyəvi baxımdan bir çox zərərləri var. Birincisi diqqətin dağılmasıdır. Çoxlu oyuncaq uşağın diqqətini bir nöqtədə cəmləməyə mane olur. O bir oyuncağı tam fokuslana bilmir, tez darıxır və daimi yenilik axtarır. Bu da davamlı diqqət və konsentrasiya qabiliyyətini zəiflədir. Digər bir səbəbi yaradıcılığın azalmasıdır. Oyuncağının az olması uşağı təxəyyülündən istifadə etməyə məcbur edir. Məsələn, bir qutunu ev, bir qaşığı təyyarə kimi təsəvvür edir. Amma çox oyuncağı olduqda uşaq sadəcə hazır əyləncə alır, yaradıcı düşüncəsi azalır. Üçüncü bir səbəbi dəyərləndirmə bacarığının itirilməsidir. Əgər hər istədiyi alınırsa, uşaq üçün heç nə xüsusi olmur. Nəticədə o dəyərləndirməyi, gözləməyi və minnətdar olmağı öyrənə bilmir. Digər bir səbəb maddi anlayışın formalaşmamasıdır. Çox oyuncaq alan uşaqlar əşyaların dəyərlərini anlamırlar. Onlar üçün oyuncaqlar öz-özünə gələn bir şey kimi görünür. Bu isə böyüdükcə maliyyə məsuliyyəti hissini zəiflədə bilir. Həmçinin emosional bağlılıq da azalır. Az oyuncaqla oynayan uşaq hər birinə emosional bağ qurur. Amma çox oyuncaq olan uşaq üçün isə onlar sadəcə əvəzlənən əşyalardır. Bu da emosional sabitliyi və dərin bağlama qabiliyyətini azalda bilər. Uşağa çox oyuncaq almaq əvəzinə onunla birlikdə oyun oynamaq daha faydalıdır.